Azerbaycan'ı kuşxanaya çevirip er-arvad kuşlayırlar. KGB отходunun вырадыши İlxoz Kolxozoviç Komsomolski ve onun sevgilisi Mehri Xoşnənə, vitse-prezident, first lady, birinci xanım doğrudan o neydi? Onlar ne eləyirlər? Belə özlərin tək qoyublar, belə şımtır yerliyin. Niyə belə eləyirsin la İlxoz? Bilirdik ki sen donglisən, bambılısan. O ne oldu bəs Paşinyan eləyəndə bilirdik ki sen dünyanın en bambılı adamısan. Ölkədə müharibə gedir. Ölkə torpaqlarını geri alır. Azerbaycan əskəri qanı axır. Sen de deyirsən ki ne oldu bəs Paşinyan. Sonra da deyirsən ki Mehriban dedi ki tabii de böyle şeyler deme. İndi özü həmin o Mehri Xoşnənə dünyanın en alçak qadınına layık olan sözləri Emin Hüseynova Münxendə dedi ve arkasında da kızı Leyloş eliye gülürdü. Sen de değilsen ki dünyada azad mətbuat yoktur. Yani bununla bir daha təsdiqləyirsən ki Azerbaycan'da olan mətbuat da, Azerbaycan'da olan o senin interviularına toplaşmış mırxaşinlər ve cırxaşinlər, jurnalistler hamısı senin tulalarındır. Ve dünyada da elə bir güclü adam yoktu ki çıxa qarşına da mırtıxız, uzunduraz beynamaz, Nasarokoviç. Sen kimsən deyirsən dünyada azad mətbuat yoktur. Mehri Xoşnənə də Emin Hüseynova deyir ki gör ne kadar alçaq yerine dalıblar ki deyir ki o kadın paltarı giyip səfirlikdə gizlenen sensən. Yani bu küçe kadını, ya küçe insanının belə həddinə yaraşmayan bir cümleydi o işləkdir. Yani iki daşın arasında devletin birinci hanımı ve vitse-prezidenti kadın kişi söhbəti edir. Yani kadın paltarında sen gizlenmiştin. Oradan da kızı bakıp gülür. Bu iki dediğim er-arvad Azerbaycan'ı artık 25 yıldır idare edirlər ve kurulan sistemin de adı Heyderizmdir. Azerbaycan'daki bütün alçaklıkların da arkasında bunlar dururlar. Elə bunu çatdırmaq istedim. Sağ olun.